Sabahınız xeyir olsun. Mən Nur Ema çıxmışam yenə gəzintiyə. Məsəldir deyir, dadanan qudurmuşdan betər olar. Mən də ki bu gəzməyə dadandım. Evdə oturmaq mı olar? Əsla. Bax bu tərəfdən, düz bu başdan, düz o başa kimi o gün dediyim xanım mənimsəmişdi. Bu yanında bir başqa xanım elə bu qapıya qədər, bəlkə də ondan o yana biraz, xeyli axıdı onun da yeri, onun da rəhmətli əri mənimsəmişdi. Bura girib çıxırdılar qonşular, otururdular ağaçların altında, meyvə də yiyirdilər. Amma bu yana, sənin nə ölümün var idi o yanda. Boy. Ağaçlar əkmişdi, incirlər vardı, qozlar bu tərəfə tökülərdi. Dünən poçta mənə deyir ki, deyirlər sən çəkirsən, gəl mənim qapımı da çək. Orada nə bilim, nə qayrıblar, nə iniyiblər. Dedim elə deyil, ay qonşu, bir dəqiqə dayan görüm. Oranı kim mənimsiyib? Bir vaxtda sən mənimsəmişdin də. Mənimsəmişdin də deyil, qafsamışdın dedim. Dedi, it qafsayar. Dedim, qadan alım. Peyğəmbər özü deyir ki, biz indi bu ağır zaman qurt dünyasıdır. İt də qurtun törəməsidir də. Orada nə var ki? Nəsil də belə artıbdır, hə? Yani ilk insan burada dünyaya gəlib, bu başqa bir mövzudur. 3 ana meydana gətirib, ondan da bütün bəşər əmələ gəlib. İt də qurtdan əmələ gəlib, ya da qurt da itdən əmələ gəlib. Fərqi nədir ki? Biz də qurt dünyasında yaşayırıq. Burada belədir. Kimi istəyir, onu da Allah Taala o şəkilə sala bilir. Öpürəm. Sağ olun. Nə tərsən ayır yaxala qadına. Yaxşı olasınız. Bəli, bu da polis balalardı. Məni o gün tutub aparanlardı. Təbii ki, olan işti oldu, bitti. Bu evdən də danışacağım mən sizə. Burada Paşa müəllim yaşayırdı. İndi həyatda yoxdur. Bu insana mən hələ o xəbərdarlıq etdiyim günlərdə, necə Quran deyir, bütün gizli sirlərin aşkar olacağı gün əvvəldən təyin edilmişdir. O gün həqiqətən haqla batil ayırt ediləcəkdir. Və bu haqda hər kəsə xəbərdarlıq da, xəbər də veriləcəkdir. Mən xəbərdarlığımı hələ 10 neçə il bundan öncə məktublar vasitəsilə göndərirdim. Hələ özüm yemirdim, özüm geymirdim, borca da gedirdim. Ama o məktubların cavabını da pulunu ödəyirdim ki, o məktub alındı deyə mənə cavab gəlsin. Gəlirdi də. Gəlməyəndə də üsyana qalxırdım. Mənim cavabım haradadır deyib axırına yetirdim və
cevabımı da alırdı. Paşa müəllim icra hakimiyyətində icra başçısının müavini işləyirdi. Ona bir mektup yolladım. Poçtayla değil, el ile. Sevdiğim insanlar vasıtasıyla. Bu haberleri ona çattırırdım. Deyirdim ki, icra hakimiyyəti icra etməlidir. Bak bu yolları düşüp düzelttirmelidir. Hamile değilsiniz, zaha değilsiniz o kabinetlerde. Niye əyləşmisiniz ki? Biz de burada əziyyət çəkək. Siz xalqın nümayəndələrsiniz, siz xalqın icraçılarısınız, siz xalqın keşiyində duranlarsınız, siz bize yardım, siz bize temizlik yaratmalısınız. Ama ne fayda? Cevap geldi ki, bu təxribatdır. Yani ben təxribat başçısıyam. Bu adı da eşitmişəm mən. Aziz gün idi, bayram idi, ne idi? Dedim, bir mektup yolladım ona. Dedim ki, böyründə, evinin böyründə hem yetim var, hem de dul. Yani eri ölmüş, kadın yaşayır, yetim böyüdür. Bir əziz gündür. Bir bazarlıq elə, onun evine gönder. Sevindir ki Allah da seni sevindirsin. Olmadı. Bir gün haber geldi ki onun gözleri tutulub. Tabii ki ben böyle şeylere ne sevinmərəm, ne de kabul etmərəm. Ama hakikati demək lazımdır. Bununla ben birini deyirəm. Siz milyonları nəzərdə tutun ki, nədən nə doğur. Mənə bunların, milyonların hamısını yaşatsa mənim bağrım çatlayardı ki. Mənə birini göstərir, birini yaşadır. Dilimlə sizə söyləyir ki, bax, nədən nə yaranır. Hansı xəstəlik, ölüm, vaxtsız ölüm, körpə ikən xəstəliklər, cavan ikən maşın qəzasına gəlməklər nədən doğur, nədən törəyir? Bax, bunun hikməti, bu elmin hikməti budur. Yoxsa kabinetlərdə oturup pul, para yığmaq değildir. Varranım, özüme bunu dikim, onu dikim, hə tik, nə olsun? Ne inirəm o qızıl teşti ki, mən onun içine qan qusacağım. Xülasə, onun gözləri tutuldu. Çünkü müqəddəs kanunda, Kur'anda, kitapta deyilir ki, Allah'ın en çok sevdiği ev, qonşuya hürmət, qonşuya diqqət, qonşuya yardım eden evdir. 2 veya 3 yetimin hürmet gördüğü evdir. Eğer sen öz evinde rahat yiyip yatırsansa ve de qonşun acdır, çılpaktır mı, əziyyət mi çekir, ona yardıma qalxmırsansa ne fark eder, ne faydası var? Bunun cezası var. Bu kitapta var. Hülasa. Bu insan sonra da yüreğinden ceza aldı. Sonra yüreğini ameliyata saldı. Halktan yığdığı pulları həkimlərin cibinə saldı ki, onu bu əzabdan kurtarsın. Ama onun ne pulları, ne dostları, ne həkimlər ona yardıma qalxmadı. Çünkü
Çünkü mən ona xəbərdarlıq etmişdim. Allah'ın carçısını dinlemeyenler, reddedenler anlasınlar ki yer üzerinden kaçıp canlarını Allah'ın əzablarından kurtarabilmeyecekler. Paşam əlində kurtarabilmedi. Tabii ki bunu demək mənim için çok ağırdı. Çünkü ona yakın olanlar mənə çok əziz insanlardı. Balam kimi sevdiğim onun neslinden insan vardı. Həmişə dərdini, sərini bölüşən, məndən ibrət alan bir müəllimədir. Ona sevgim de büyüktü, saygım da büyüktü. Yeri düşəndə ondan rəfiqə də ola bilirəm. Onun yaşına da düşebilirim ve onun yanında ucalıp hikmet sahibi de olabilirim. Bak belə bir insanın yaxınıydı o ve onun da yazısı bura kadar oldu. İncil kitabında temeldi tabii ki o Allah'ın Resulü değil mi ki Allah'ın taxt altında çoxlu xəzinələri vardır. Bu xəzinələrin də açarı şeir dilidir. Bəli, cami demiştir. Əvvəl əlifbanı öyrənməmişsə Kur'an'ı dərk edə bilməz bir kimsə. Eləcə də əvvəl ilahi kitapların sehrini öğrenmemişse ilme yiyelenebilmez hiçbir kimse. Bak budur ilim. Geçmişini düzgün anlamayan, düzgün okumayan, yarımçık fikirli insanlar özlerini elimli gösterenler elime yamak vurur. Ya bəzəyib keçmişlərin sözlerini bəzəyib düzəyib bazara çıkarar. Bununla da alim olar. Bak bugün o gündür. Allah'ın Resulü bu ağır zamanda alimlerin azalacağından elimin aradan götürüleceğinden haber verir. Bu həmin gündür. Hanı elim? İncil ağacından əzgil ağacından zoğal dərmək olar mı? Değil. Eləcə də hər kəs gərək öz yolu ilə getsin. Paşa müəllim həkim idi. Amma həkimliyi qoyub, onların nəsli həkimdir. Amma həkimliyi qoyub gəlib burada pul biraz artık kazansın diye icra hakimiyetine mavin gelmişti. Yolunu azmıştı. Onun yolu değildi. Onlar güzel insanlardı, güzel nesildi. Seçilmiş nesillerden biriydi. Ama ben neyim? Alın yazsın yazar ben değilim ki. Ben sadece düşünürsünüz ki bu benim hoşuma gelir. Ben hanımım. Ne ölümüm var benim bu çölde, biyabanda. Elime telefonu belki de kenardan bakan olsaydı ben onu qınayardım. Ama qınaqdan artık bilirsiniz ki qorxuram. Çünkü axırıncı cezamı poliste aldım. Belki de axırıncıdır, yeni olacak onu deyə bilmərəm. Mən mələk zat deyiləm ki. Mən də adi insanım. Sadece sizi harekete getiren beni de harekete getirir. Sizi anlatmayan beni anlatır. Bunu mən ne seçmedim ne de pulla almadım. Xülasə, elimli insan. Elim budur. Eğer ilim hakikaten ilimdirse neden insanlar tez ölür? Niye ölür? Neden insanlar pullarını, paralarını aparıp qalaq dərmanlara verir? Deməli, ilim yoktur ki bu mövcuddur. Deməli, ilk atom bombasını icat edenlerin atalarından biri yazılır. Onun oğlu bir yazıcıya, yazara, Alman yazıcısına müsahibəsində deyir ki, benim atam hiç vaxt kitab oxumazdı. O əlində əyləşib bir dənə belə
ipten pişik beşiği kimi bir şey. Uşaq vaxtı biz de oynamışıq bunu. Beşik eləyirdik, ne bileyim ne eləyirdik. Atam rəhmətli öyrətmişdi, yanında uzanardı, biz de onun dizinin üstünde oynaya oynaya həmin o beşiği bize elleriyle düzelderdi, nelerse deyərdi. Bak həmin o atom bombasını icat eden doktor savadsızın biri olmuş, elə bizim Məhəmməd kimi. Allah'tan gelendir tabii ki. Tarihte de o gün de dedim size. Allah dünyaya sülk değil kılıç getirip, yani muharebeler, kırgınlar bunlar olmalıdır. Allah'a da ki karşı kim çıkabilir ki? Hiç kim. Hülasa. Bu oğulun atasının hakkında belə deyir, burnundan da deyir belə tüklər sallanırdı. Vəhşi heyvana bənzəyirdi. Oynayırdı, dururdu. Birden neyse neye katırdı ve neyse ortaya çıkarırdı. Bir gün deyir, bilirsiniz mi bir alim atama ne dedi? Hemen müsahibe götürene deyir bunu. Eugene. Deyir, bir alim dedi ki, yani ilk atom bombasının o partlayışını nümayiş sınaktan geçirilen gün haradasa ne bileyim hansı rayonunda kendinde Amerika'nın harasında Almanya bilmirəm neyse oraları temiz yadımda saxlayabilməmişəm. Sadece ben bu sözün kökünü, hikmetini, məntiqini anlatmak istəyirəm ki onlar atom bombasını haradasa partlayışla sınaktan geçiren zaman həmin alim atama dedi. Elim günah iş gördü. Eğer bir atom bombasıyla Amerika'nın bir ştatını məhv edersense bu elim günah iş görür. Bilirsiniz deyir atam o zaman həmin alime ne dedi? Günah nedir ki? Bak günah budur. Mekteptir. Buyurun. Ölüp bu sahi hamısı mektebinidir. Bakın. Hamısı mektebinidir. Bak. Öldüler. Buyurun 12 numaralı mektep. O yanı sattılar. Bu yanı da abartlaştırdılar. Güzeldir. Olsun. Allah hayır versin dileyirəm ben. Bu işlerle ne işim var? Sadece göster. Buyurun güzeldir. Səliqə, səhman. O mən dediğim kimi cığır güzel gezmek. Orada da artık sivillikler var. Bu da bu. Qınamıram. Cemaatın olabilsin ki işçiler pintidiler. Pintini de olmasa adını mı demeyecekler ki. Pinti olmalıdır ki o ad ona değilsin. Ama ben de o fintini oyatmak isterim ki eğer sen cemiyete kulluk edirsense işini tam görmelisin. Bakın oturmağım var yok. Dincelməyim var yok. Bu cemiyet üçün bu benim neyime gerek? Atam kardeşim, anam bacım bu benim neyime gerek? Lazımdı mı mənə? Yok. Acam yok. Çılpağam yok. Dünya görüşüm yoktu. Var. Her şeyim var. Çetinlikti. Olsun. Olsun. Çöllere düşmemiştim ki. Evimde hanım hatun azımı az taparam, çokumu çok taparam, dolanaram. Ama bu gidiş mənə değil de Allah'a lazımdır. Belə de yazılır. Eğer sana sual etseler ki bu senin neyine gerektir? De ki Allah'ın buna ihtiyacı var. Bunu İncil'de gösterip gösterin bana. Bir tane şey yoktur ki, bir cevap yoktur ki orada olmasın. Bütün cevaplar temeldedir. Evvel insan gerek temeli öğrensin. İlk kitapları öğrensin. Dünyaya gelen kitapları öğrensin. Sonra gelsin diğer fenlere. O ki kaldı diğer fenlere güzeldi. Bu güzelliğe ben dilim kuruyor. Ne diyebilirim?
Allah başıma daş salar. Mən bu gözəlliyə pis deyə bilərəmmi? Mən də istəyirəm ki, mən də aynamı, pəncərəmi açanda belə bir gözəllik görüm. Promечтать nizə, товарищи. Biz Rus dilli böyümüşük. Odur ki, hərdən belə şeyləri dilə gətirəndə insanı qınamaq lazım deyil. Çünki bizim xəvilimiz bizi Allah Taala'nın əmri ilə Ruslar yoğurdu. Ruslar. Ama o ha vaxt gedirdin o Ruslar, qoy sözün birinə qoyun, birinə də keçim. Bu mənim həmişə, indi unutmuşam, yaralı yerimdir. Ha vaxt gedərdin Moskvaya, o zamanlar imkan yaxşı idi. Geyim kecim buradan alınmazdı, her şey oradan gələrdi. Bir dənə növbəyə duranda, Ruslar o deyil, Baranı. Baran indi. Ay Ruska görək, Baran kimdi? Canım, kardeşim. Mənim o Rus kardeşim Zeynep demir. İndi gəl görək Baran, sənsən, yoxsa mən. Bax, oğurlayıbsan o İncil kitabını aparıb qoyubsuz harda, nə bilim, gizdə monastırlarda indiyə qədər kömülən sərvətdən qalır sənədlər. Bunu bir dini borç bilən kəs əlbət məbədə ürəkdən göstərər xidmət. Sənətdən birisi verilir ona, düşər o sərvəti tapmaq yoluna. Azad etmək istər yazıq dustağı, abad etmək istər viran torpağı. Buyurun, viranlıq deyil mi? Baxın, viranlıq deyil mi? Baxın, özü biliyor, viranlıqdır da. Amma bunu hökumətə nə dəxli var ki? Bunu Allah eləyir. Hökumət neynəsin ki, Allah buraları viran qoyub? Təbii ki, bu hökumətə Allah Taala şuur versəydi, bu hökumət də heç buranı viran qoymazdı. Mən sadəcə bu viranlıqları göstərməklə düşünməyin ki, sizi qınayıram, sizi pisləyirəm. Mən sadəcə Allahın əmrini yerinə yetirirəm ki, o yanlış zamanıdır. Oyanmaq zamanı. Düzdür, mən kiməm ki sizi oyadım. Mən sadəcə səslənirəm. Orada bir kəlam vardır. Aslan nərə çəkirmiş kimi nida edən zaman Allah'ın sirri tamamlanacaqdır. Budur, nidadır. Mən aslanım. Sanmayın. Bu meydanda Şehriyar deyir, asandır durmaq. Aslanla pəncəyə vurmaq. Bu meydanda şirlə gərək bunlar satılır. Zdanyaların qabağı fikir verin. Bağlanır. Uçmalıdır bunlar. İnsan nəfəs almalıdır. Sen kimin nəfəsini kəsirsən? Minlərlə insanın ağılsızlıqdır. Xülasə. Bu meydanda deməli Şehriyar aslan haqda. Quranda o deyilirmi ki? Aslanı görəcək. O günü mən dilimə gətirmədim. Amma bu kitabda yazılır. Mən kiməm ki? Onu dəyişdim, düzdür. Mən öz etikamı, öz mədəniyyətimi, öz ədəbimi göstərdim ki, mən o sözü dilimə gətirə bilmirəm. Amma budur. Dil deyəni can demir. Can da bəzən düz demir. Arifsən, özün seç yaxşı yamanı. Can insanı bax bu yolla sınağa çəkir. Orada yazılır. Eşekler aslanı görecek, hürküp kaçacaklar. Eşek de ki onu da cana getiren Allah'tır. Deyir, onlar Hızır zamanında her zaman təcrüblü değilse sen buna qəlbən inan. Buyurun, burada satılır. İnsanların karşısı nefes almağa Allah Teala insanlara yer koymayır. Onlar Hızır zamanında, Xəqani deyir bunu, hər zaman təcrüblü değilsə, sən buna qəlbən inan. Bal arısı qarışqadan, tavuz quşu qarğadan əskik deyil bu dünyada. İnanmırsan, gəl et imtihan. Yəni, yer üzərində hər bir canlını hərəkətə gətirən Allah'tır. Eşeği de, ineği de, İnek suresi, 2. sure.
İnek suresi. Onda niye koyup oraya inek adı? Hani der ay inekler, ay eşekler. Kime ki? Eşek, inek ruhundan böyle görürsünüz. Bir de görsen adam yiyenler çıkar. Bu ne demektir? Onun içindeki ruhu Allah kurt payından verip, bölüp. Kim de onun işine karışabilir? Ha, bak bugün prezidentin işine kim karışabilir? Hiç kim. Prezidentle Allah'ın işine karışabilmez. Allah ne isteyir, onu da edir. Bura benim çoktandır oylağımdır. Her zaman gezintiye. Bak bu Gülistan'ın başına bile dolanardım. Bugün de öğrenimden geçti. Çünkü evde sohbet etmek mümkün değil. Veya kişini eşten içeri salabilmirdimse, indi de içeriden eşe kovabilmirəm. Belə evde de kişi xeylaq olanda ne danışım diyeceği arvad dəli olur. Elə qoy küçədəkilər desin dəli olur. Hem ziyaret hem de ticaret. Yani hem biraz hava alım, gezim, dolanım hem de bir saatlik vaktim vardı. Kompüterden o görüntülerden bitmesini. Dedim o bitenəcən. Mən də hərdən belə bir xasiyyət olur. Evde bir de görürsən, xanım un tutur. Hiçbir iş görmək istəmir. Dəyişkən xasiyyət. Bir de görürsən qarabaşlığın tutur. Gel sen beni gör. O evi dilinin bir dənə küncündə bir dənə toz koymaram. Onu gül ederim, temiz ederim. Bu benim xasiyyətimdir. Allah'tan belə kesilir payıma. Bu düşür. Bilirsiniz bu xasiyyətlər nədir? İnsana verilir. Mən bunu belə elmi dildə çox adam başa düşməz. Mən heç özüm də başa düşməzdim. İndi sizin sözün birini qoyun, birinə keçim. Yaxşı yadıma düşdü. Mən hələ yeniyetmə yaşlarımdım. Orta məktəbi bitirəndən sonra burada ali məktəbə iş verdim. Tabii ki kellem boş. Ama nelerse bilirdim. Bilet de çektim, tapşırıldım. Pul da verilecekti. Anam yazık çak dalımdan kaçtı ki hiçbir uşağı okutmayıp hiç olmasa beni bir yana iliştirsin. Onu da iliştirebilmedi çünkü kellem boş idi. Pul da geçmedi orada. Şimdi geçir. O zaman geçmedi. Çünkü bileti çektim. Yaxşı yadımdadır. Yazıdan keçmişdim. 3 almıştım düzdü. Ama şifahiden bir bilet çektim. Əvəzlik düşdü. Əvəzliyi mən indi də soruşsaz deyərəm ki, mən sən o, biz, siz, onlar anda az bir şeyler qalıb. Şəxs əvəzliyi, nə bilim nə əvəzliyi. Bunu yaxşı bilirdim, öyrənmişdim bunu. Ama lövhənin qabağında dilim qurudu. Uşum da boş ağlımda da nə deyə, o vaxt ağıl deyirdim mən. Başımda da ne varsa uçtu gitti. Yani bu suala ben cevap tapa bilmedim. Quyruqlu ikini aldım, iş yatırdım. Xülasə ki, bir iki dəfə belə oldu. Sonra Bakıda xarici diller istəyirdim, öyrənim. Çox həvəsliydim ama Allah nəsib etmədi. Mən istəməklə değil, bunu gərək Allah istəsin. İstəmədi təbii ki. Və anam mənim əlimdən tutub Bakıya apardı. Bakıda bizim bibi qızının həyat yoldaşı akademik idi, akademiyada işləyirdi indi o hal-hazırda Respublika gazetinin baş redaktorudur. Onunla da macaram olub, onu vaxt qalsa indi, yoksa sonra danışaram. Neyse, xülasə ki, mənə apardı ora. Böyük adamdı, böyük oxumuş insandı, bəlkə onun mənə köməyi dəyər. O da mənim əlimə bir kitab verdi. Əvvəlcə sizə onu deyim ki, onun o kitab olan otağına girəndə gözlərim qaraldı, başım hərləndi. Dedim, vay dədəm, vay, bu kitabların hamısını bu kişi mənə mi oxudacaq? Ürəyim az qala dayanacaqdı. Xülasə ki, o kitabların içərisində bir dənə mənə kitab verdi. Bu Lenin'in əsərləri idi. Dedi, bala, bunu oxu, gözdən keçir. Mən sabah işdən qaydanda sənə bu haqda sorğu, sual edəcəyəm. Etdi də. O getdi. Mənim də xəyalım bulutlara qayıq sürməyə getdi. Bəli. Xəyalım getdi. Gəzintini, səyahəti sevən insanam. Hardayam, bilmirəm. Mən öz dünyamda gəzirəm.
gözlər də kitabı bir-bir hərfləri gözdən keçirir. Ay tövbə. Orada bir kəlmə mənim beynimə bir fikir gəldisə, qaldısa, hamısı bu qulaqdan gəldi, o qulaqdan getdi. Fikir də yenə deyirəm buludlara qayıq sürməyə getdi. Budur, zaman yetişdi, Teymur əmi evə gəldi. Əlini yudu, çay çörəyini yedi, canıma vəlvələ düşdü. Oy, məslətinə şükür. Gözlərimə doldu. Xülasə ki, buna da dözmək olar. Əsas hikməti anladım. Bunun da vaxtına az qalır. Xülasə ki, Teymur əmi məni sorğu suala gəldi. Nə deyim, nə öyrəndim ki, nə söyləyim. Yavaşça dedim. Elm adamına o zaman bu sözü demək, bilirsiniz nədir? Ah, dedim ay əmi, gərək bu Leylini əzəldən öləydi. Heç bu oxumaq sözünü də deməyəydi. O qədər qəliz yazıb ki, heç də başımda qalmadı. Ki, özünü elə o günü Ədalət müəllim də siftə girəndə elə strogi durdu, yaxınlaşdım. Yaxında oturum, biraz mən o yanda otur. Bu onun biraz kadına qarşı təbii ki, səhvsiz insan yoxdur. Nəzakətsiz münasibəti idi. Mən getdim, hələ o dediyi yerdən də bir stol o yana oturdum. Düz deyirəm, mənim nə ölümüm var başda. Git otur ayaqda, çağırarlar, gələrsən, çağırmazlar, otur yerində. Xülasə, bu kişi də dodaq altı qımışlığını tutdum. Amma çox ciddi durdu. İllərdir bu hekayət rəvayətə, lətfiyə döndü. Elə elimdən danışanda hamının dodağı qaçıb, məni yada salır. Yəni bu fikir yada düşəndə təbii ki, elə elimdən hər dəqiqə danışanda yox. Elə bu fikir yada düşəndə hamı gülür. Ki, hələ bir dəfə Kübra xanım, bacım, dedi, ay qız, o kişi ilə mən danışanda bilmirəm hansı deşiyə girim. Gözümü aşağı tikim. Sən o kişi ilə o fasonda nə danışırsan? Deyirəm, nə danışıram? Ərk eləyirəm də. Əmiyə ərk eləyərlər də. Burada nə var ki? Xülasə ki, elə bu yazıları əlimə alanda nələrsə qaraladım. Teymur əlinə, əminin yanına yollandı. O artıq vallahi nəsə 98-dən mən başlamışam yazmağa, 99 ağır sınaqlar. Bax bu ən şeylər buradan başlayıb, ciddi.